Hoş gördük. Bugün bu səhnədə bir seyir dolaşır. Bugün bu səhnə nurla dolur. Çünkü biz burada sadece bir gecəni deyil, bir ömür hekayesini, bir sənət dastanını paylaşmak için toplaşmışıq. Bu gece biz hamımız səhnəmizin ilham pərisi, xalqın sevimlisi, teatrımızın sevilen siması, Aynur xanım Əhmədovanın ömür yoluna şahidlik edəcək bir qadın, bir səhnə, bir ömür adlı möhtəşəm Jubiley gecəsinin qəhrəmanı ilə birgə olacaqdıq. O, hər addımında səhnəni öz seyrinə boyayır. Hər sözündə tamaşaçının qəlbinə işıq salır. Hər obrazında isə ölməz sənətin izini qoyur. Bəli, bu axşam biz yalnız Jubiley qeyd etmirik. Biz sənətə, eşqə, insanlıq ruhuna böyük ehtiram göstəririk. O, səhnəyə gəldiyi gündən buradakı hər daşın, hər işığın, hər sənətin nəfəsini dəyişib, hər tamaşaçının qəlbində iz bırakıb. Onun yaratdığı obrazlar sadece rollar değil, onlar həyatın özü, duyğuların aynasıdır. Bəli, indi isə gəlin bu səhnəni daha da işıqlandıracaq, bu gecenin qəhrəmanını, yubilyarımızı, sevimli aktrisamızı, Aynur xanım Əhmədovanı sizin gür alqışlarınızla səhnəyə dəvət edək. Arzuladım
Bu möhtəşəm gecənin rəsmi açılışını elan etmək üçün səhnəyə dəvət olunur. Lənkəran Dövlət Dram Teatrının direktoru, gözəl xanım, gözəl, səmimi bir insan, əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti, hamımızın sevimlisi Lalazar xanım Hüseynovanı dəvət edir. Hoş gördük. Bizim değerli qonaqlarımız, hörmətli qonaqlarımız, değerli, çok bizim həmişə yanımızda olan tamaşaçılarımız, bizim bu sevimli günümüzdə bizimle bir yerde olduğunuza göre her birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Bugün bəli, bir xanımın, elə bir xanımın gecəsinə yığılmışıq ki, Azərbaycan qadınına məxsus olan bütün müsbət keyfiyyətlər bizim Aynur xanımda cəmlənmişdir. Xanımlıqdan əlavə Aynur xanım öz peşəsinin vurğunu öz peşəsində sayılıb seçilən bir aktrisadır. Aynur xanım demək olar ki, nəinki kollektivimizdə, nəinki Lənkəran şəhərində, bütün Azərbaycanda hörmət qazanmışdır. Bugün bizim bu yubiley gecəsinə gələn qonaqlarımızla da hər biriniz bunu aydın görəcəksiniz. Azərbaycanın müxtəlif teatrlarından, Teatrlar Xadimləri İttifaqından, Şirvan, Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar müəllim, Yeni Azərbaycan Partiyasının sədri İqbal müəllim, bizim hamımızın sevimlisi Teatrlar İttifaqının sədri müavini Azad müəllim, Gənc Tamaşaçılar Teatrının hamımızın sevimlisi Nicat müəllimi, rejissor Nicat müəllim, Azdramanın aktrisası Məsmə xanım, bir çoxları adınızı sayı bilmirəm, hamısı əsas da odur ki, bizim icra başçısının müavini çox sevimlimiz Ülviyə xanım. Bu illəri bizimlədir, əlbəttə ki, bizim ziyalılarımız, həmişə bizim teatrın dostları olan Qafar müəllim, Hafiz müəllim, hoş gəlmişsiniz hər biriniz. Aynur xanım, mən sizə nə arzulardım? Əlbəttə sizin yaradıcılığınız haqqında burada çox danışılacaq. Mən təkcə mənim missiyam qonaqları xoş gəlmişsiniz və tədbiri açmaqdır. Amma mənim sizə o qədər gözəl arzularım var ki, arzular şirin, arzular xəyal, oxudunuz, çox da gözəl ifadə ediniz. Bu da sizin bir istedadınızdır, bugün gördük. Siz artıq səhnədə oxuyursunuz. Və siz sözünüzü demiş bir aktrisasınız. Sizi nə qədər tərifləsəm azdır. Sizə nə qədər tərif desəm azdır. Mən isə sizə bir söz deyirəm Aynur xanım. Siz sənətdə bir ulduzsuz. Daim parla, daim yan. Qoy görsünlər ucasan. 90'dan çox yaşayıb, 100 yaşına çatasan. Gözəl Aynur xanım. Mən də bütün kollektivimiz adına Evet, şimdi bir alkışlar gelsin. Yubileyimiz bugünləri tərtib armağanı tərtib olunur. Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, prezident mükafatçısı Aynur xanım Əhmədova Milli Teatr sənətinin inkişafında xidmətlərinə görə və 50 illik yubiley münasibəti ilə tərtib olunur.
Aynur xanımın həyat və sənət yoluna səyahət edirik. Onun hər addımını izləyək. Səhnənin seyrinə ilk addım atdığı andan bəri o ömrünü tamaşaçılarla paylaşır, hər obrazı ilə hər kəsi heyran edir. Onun sənət palitrası o qədər zəngindir ki, hər rəngində bir həyat, hər tonunda bir duyğu, hər kölgəsində isə bir əfsanə gizlidir. Sen yokçu da yokçu. Yaşa, görün ben ilk defa havla gördüm. Sağ gel. Sen piyade reksini ele itfaiye yüzün ki. O rekse göre uçak atladın. Yakacak. Demek sen şensin. Oraya kalkıyor musun? Yok. Ama bilmezsen ki o sadece sumakçılık. Sen de şey. Zerre olmasa çöre ömrünü bırakalım. Sen de bilmiyorsun. Eşitmediniz. İşittim. Şöyle ömrünü bırakalım. Havaların sözüne. Etmez mi? Vallahi yapma. Akıl ben ne yiyeyim? Anlatsana. İnsanların üstüne boynu var. İnsanların her şeyine taşırırlar. Görürsen neciplersiz kendinsen. Ölen oldu, men yok. Aksan yürü. Hiç kes kalmayıp kimi. Kişilerine düşmez saymalar. Sen dediğin sözlerin manasını başa düşürsen. Aklınca yarışıktan. Yarışıktan. Ben yaman yorulmuşum. 7 destemlerimi açılmışım. Ne için? Neden ötürü? Özelliği tapmacı. Meğer Allah'ın düğünü yok. Korkudan ona az bir gibi. İşte zamanın gözleri. Bir saat yürekleri. Bu olanıdır. Dünyada en varlık kalbin sahibidir. Yaxşı bəs dünya bağlı nədir, hə? İvan Sultan. Ne? İvan Sultan. Öyleyse hangi o da gayet. Görərsiniz, tamaşaçılar. İndi isə söz verilir Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının müavini, çox hörmətli Ülviyə xanım Əliyevaya alqışlarınızla. Hoş gördük hər birinizi, dəyərli teatr sevərlər və sevimli Aynur xanım. Azərbaycan mədəniyyətinin Lənkərandan parlayan ulduzu. Mən Aynur xanımı bugün təbii ki, Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi kimi salamlayıram və Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı cənab Talib Qaraşovun salamlarını uzaqda oturan teatr sevərlərə və sevimli Aynur xanıma çatdırmaq istəyirəm. Amma icazə versəniz, Aynur xanımı bir qonşusu kimi, biraz da desəm qohumu kimi, yaxını kimi təbii ki, buradan təbrik etmək istəyirəm. Və mən Aynur xanımı tamam gənclik illərindən, uşaqlıq illərindən tanıyıram. Evlərində tez-tez olmuşam.
bugün Aynur Hanım'ın yubiley yaşını düşünəndə fikirləşdim ki, yəqin 30-35. Çünki elə də görünür. Amma bir fikirləşdim ki, necə ola bilər, bu qədər böyük müvəffəqiyyəti belə qısa bir müddətdə əldə etmək olmaz. Yəqin biraz çoxdur. Təbii ki, bunu mən beynimdə düşünürdüm, amma Aynur Hanım, siz təbii bugün artıq yubiley yaşına çatmış, Azərbaycanda tanınmış bir səhnə ustasısınız. Siz çox gözəl aktrisasınız. Bu dik duruşlu, bu gözəl ədalı xanım bir çoxlarına nümunədir. Amma heç kim, bəlkə də heç kim buraya qədər gələn yolun nə qədər çətin olduğunun heç fərqində deyil. Birincisi ona görə ki, Aynur Hanım sıradan bir Azərbaycanlı ailəsində və bölgələrin birində doğulmuşdur. Və ikincisi ona görə ki, bugün Aynur Hanım artıq məşhur bir səhnə ustasıdır. Amma illər öncə bu səhnəyə gedən yolda bir Azərbaycanlı qızı, bir Azərbaycanlı ailəsindən, bir uzaq bir bölgədən mədəniyyətə addım atmaq istəyən bir qız üçün nə qədər böyük çətinliklər var idi. Aynur Hanım bu çətinliklərin öhdəsindən sinə gəldi, böyük qəhrəmanlıqla keçdi. Çox maneçiliklər var idi, amma Aynur Hanım onların hamısına sinə gəlib keçdi. Maraqlı orasındadır ki, Aynur Hanım sahəsində parlamaq üçün bir rayonda yaşamağının və ya böyük bir şəhərdə yaşamağının heç bir fərqi olmadığını açıq-aşkar öz fədakarlığı ilə nümayiş etdirdi. Təbii ki, bu gedən, bu çətin yolda onun qurbanları da oldu. Biz onu bilirik, onun yaxınları. Aynur Hanım, siz rayonlarda yaşayan qızların mədəniyyət ustası, filmlərdə çəkilmək kimi arzularının qarşısında kəsilən o bütün stereotipləri darmadağın etdiniz. Bunun fərqindəsiz mi? Siz bunu edə bildiniz, həqiqətən bildiniz. Mən sizə xoşbəxtlik arzulayıram. Ulu Tanrı sizə düşünürəm ki, hər şey verir. Gözəlsiz, qəşəngsiniz, istedadlısınız, bacarıqlısınız və çoxlarının həsəd apara biləcəyi bir yolun zirvəsindəsiniz. İnşallah ki, yaxın illərdə siz bir aktyorun, bir aktrisanın ən çox arzuladığı və layiq olduğunuz, sözün əsl mənasında o fəxri adları da qazanacaqsınız. Biz buna əminik. Mən əminəm ki, siz bunu əldə edə biləcəksiniz və biz əminik. Biz sizinlə fəxr edirik. Həqiqətən də Aynur xanım, bir Lənkəranlı ziyalı olaraq mən sizinlə fəxr etdiyimi etiraf edirəm. Aynur xanımın ailəsində müəllimlər də yetişib, digər sahənin zirvələrinə doğru inşallah ki, qalan illər sizi aparıb çıxara bilsin və mən buradan bu gözəl yubiley gecəsinin təşkilatçılığına görə Laləzar xanıma təşəkkürümü bildirmək istəyirəm. Və mən burada bizim səhnəmizin parlaq ulduzlarını görürük. Mən tədbirdən öncə biz onlarla bir səhnədə olduq. Belə dahi insanlarla, belə tanımış insanlarla, belə böyük mədəniyyət ulduzları ilə bizi tez-tez görüşdürürsünüz. Bugün Lənkəran şəhəri olaraq, Lənkəran rayonu olaraq, Lənkəran səhnəsi olaraq, Lənkəran teatrı olaraq var olduğumuz üçün, mövcud olduğumuz üçün, bizdən danışıldığı üçün sizə borcluyuq, dəyərli səhnə ustaları. Təşəkkür edirik Azərbaycan səhnəsinin, Azərbaycan teatrının, Azərbaycan mədəniyyətinin fədakarları. Bizim mədəni səviyyəmizin artmasında göstərdiyiniz xidmətə görə sizə təşəkkürümüzü bildiririk. Bilmirəm, bəlkə təşəkkür sizin fədakarlığınızın qarşısında çox azdır, amma bacardığımız budur. Minnəttarıq sizə. Az resurslarla böyük nailiyyətlər əldə etmək doğrudan da çox böyük fədakarlıqdır və mən onu da qeyd edeyim, yəqin ki, burada vurgulayacaqlar. Aynur xanım təkcə Lənkəran teatr üçün deyil, Lənkəran televiziyasının yarandığı ilk illərdə də fədakarlığını əsirgəməyib, televiziyanın da fədakarlarından biri olub. Aynur xanım, çox sağ olun ki, varsınız. Öpürük sizi, sevirik sizi və daha böyük nailiyyətlər arzulayırıq. Bu sənə yəqin ki, səhnədə gözəl oturduğunuz da təşəkkür ederim. Çok sağ olun. Çok sağ olun değerli sözlere göre. Bilgiye efendim. Minnettar. Filmi koymuşsun kulağa. Tədbirimiz davam edir. İndi isə çıxış üçün söz verilir. Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri, hörmətli tibb elmləri namizədi İqbal müəllim Əvəndullayeva. Alqışlarınız. Bu gün əslində mən Yeni Azərbaycan Partiyasının sədri kimi yox, Aynur xanımın
geçmiş iş yoldaşım. Burada qeyd olundu, televizyonun geçmiş işçisi kimi iştirak ediyor. Biz uzun illər Aynur xanımla eyni kollektivdə çalışmışdıq. Və doğrudan da televizyonlarımızın çox böyük zəhmətkeş olması, iddialı olması, ona atılan daşlara baxmaları, əhəmiyyət verilmələri, inkişaf etməsi və nəhayət bugün teatrda uğur qazanması, prezident mükafatçısı olması onun həyat yolunun bariz nümunəsidir. Mən burada oturan yaradıcı adamlara yəqin ki, hizmətlərindən mən bu sözü bir də bizim şair dostumuz Əlizad haqqında da demişdim. Yaradıcılıq Allah işidir. Yaratmaq Allah'a məxsusdur. Yaradıcı adamlar yaradanın işinə qarışdıqlarına görə bəlkə də həyatda yarım olur. Amma mən arzu edirəm ki, bütün yaradıcı adamlara, eyni zamanda Aynur xanıma bundan sonraki həyatında Allah'tan yardım arzu ediyorum. Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatı, Fəxri Fərman. Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatının ictimai siyasi həyatında səmərəli əməkdaşlığına görə və anadan olmasının 50 illik yubileyi münasibəti ilə Aynur Əhməd qızı Əhmədova tərcih edilir. Alqışlarınız. Çox sağ olun, İqbal müəllim. Bəli, təbriklərimiz davam edir. İndi də hamımızın hörmət bəslədiyi, hamımızın doğrudan da sevimlisi, Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar müəllim Qılıcova dəvət edirik. Alqışlarınızla. Hoş gördük hamımızı. Güzel bir jubiley gecəsində mən də səmimi olaraq hamımızı salamlayıram. Burada Aynur xanımla bağlı çox gözəl fikirlər söylənildi və Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin rəhbəri olaraq həm öz adından, həm də kollektivin adından mən sizi səmimiyyətlə təbrik edirəm bu jubiley münasibətilə və onu bildirmək istəyirəm ki, kısa müddətdə artıq 2 ildir mən Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin rəhbəri kimi fəaliyyət göstərirəm və bu kısa müddətdə, 2 il müddətdə bizim bir neçə birgə layihələrimiz olur, bir ölkə əhəmiyyətli, respublika əhəmiyyətli tədbirlərimiz olur və həmin o tədbirlərdə biz Aynur xanımı aparıcı kimi dəvət edilmişik. Sözün əsl mənasında peşəkar insansınız, peşənizi sevən insansınız. Mən də arzuluyuram ki, hər zaman belə zirvələrdə olasınız, hər zaman sizin səsiniz ucalardan gəlsin, hər zaman biz baxaq sizə sevinər, hər zaman belə baxaq çiçəkləri kimi ətirli və tərəvətli olasınız. Mən sizə can sağlığı arzuluyuram, sizi bir daha təbrik edirəm, uzun ömür, can sağlığı arzuluyuram və icazə versəydiniz Lənkəran Astara Regional Mədəniyyət İdarəsi adından sizə Fəxri Fərmanla biz təklif edək. Zəhmət olmasa onu təklif edək. Lənkəran Astara Regional Mədəniyyət İdarəsi Fəxri Fərman Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə, uzun müddətli, səmərəli, yaradıcılıq və peşəkar səhnə fəaliyyətinə görə, həmçinin 50 illik yubileyi münasibəti ilə Lənkəran Dövlət Dram Teatrının aktrisası, aparıcı səhnə ustası Aynur Əhməd qızı Əhmədova tərtib olunur. Alqışlar. Sizlərin istəyinə burada gözəl bir mahnı, musiqi səslənsin. Əlbəttə ki, yubiley
toylarımızın da çok hoşladığı bir sənətkar, istedadlı müğənni. Bizim hamımızın sevimlisi Miriş Hüseynov buradadır. Alkışlarınızla Miriş müəllimi səhnəyə dəvət edilir. Kısa bir təbrikimi çatdıracağım. Aynur xanım, sizi ürəkdən təbrik edirəm. Məndən öncə idarə rəisimiz çıxış elədi. Mən çıxış eləmək istəmirəm, amma bir şey qeyd eləmək istəyirəm ki, biz nəzərdən tutmuşduq ki, dünənləri Aynur xanımla bugün bir fonoqram ifa edəcəm. Amma gəldim burada səhnəni görəndən sonra, teatrın bizim məbədiyat deyildi, bizim müəllimlərimiz görəndən sonra və mənim də ilk əmək fəaliyyətimə teatrda başlamışam. Dedim, bəlkə canlı oxuyum, akapella üzrə. Və Aynur xanım dünən demişdi ki, iki musiqi demişdi. Alagöz və Nazəndə sevgilim. İstəyirəm bugün sizin xoş gününüzdür. Mən o gözəl musiqilərdən birini ifa edirəm sizin icazənizlə. Kiprikler oldu, kiprikler oldu, kaşın çamandı, kaşın çamandı, kiprikler oldu, kipriklerim oldu, kaşın çamandı, kaşın çamandı. Ay kız benden üzünden amandı, gözler benden üzünden amandı, hasretinle her zaman, hasretinle her zaman, gözüm kaldı bu yollarda, hala göz. Hasretinle her zaman, hasretinle her zaman, gözüm kaldı bu yollarda, hala göz. Gözüm kaldı bu yollarda, ala göz. Ala göz, ala göz, ala göz. Ala göz, ala göz, ala göz. Gözüm kaldı bu yollarda, ala göz. Ay kız benle üzünden amandı. Çok sağ olun Miriş müəllim. Çok sağ olun. Var olun. Bəli, indi isə yenə də təbrik. Böyük məmnuniyyətlə çıxış üçün söz verilir. Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Respublikanın əməkdar artisti, sevilən sənətkarımız Azad müəllim Şükürovu səhnəyə dəvət edirik. Bu musiki laf yerine düştü. Çünkü Aynur Hanım benim yaddaşımda İncəsənət Universitetinin aktörlük şöbəsinin auditoriyaları
maşallah öyle de kalmışsın, hiç değişmemişsin. Aynur Hanım bizim Azerbaycan tiyatrının çok istedatlı insanlarındandır, çok istedatlı hanımlarındandır, güzel aktrisadır. Benim azdan çoxdan soruşuram, öyrənirəm ki, Lənkəran tamaşaçıları onu çok sevirler. Ama aynı zamanda Azerbaycan tamaşaçıları bütünlükte Aynur Hanım'ı çok sevirler. Her defa bizim Tiyatro Xadimlər İttifaqının tədbirinə gələndə biz vaxt tapıb bir döşüşlərdə onunla dərdləşirik. Qiymət qırmırıq, dərdləşirik. O danışır mənə, tiyatrda nə var, nə yox, işlər necə gedir, yaradıcılıqda nə var, nə yox. Çox məlhəm, mehriban bir aktrisadır, bizim hamımızın sevimimizdir. Mən öz adımdan, Aynur'un müəllimlərinin adından, Tiyatro Xadimlər İttifaqının idarə heyəti adından təbrik edirəm. Can sağlığı arzuluyuram, çox böyük uğurlar arzuluyuram. Və bu heç kəs məndən inciməsin. Mən vaxtıyla bu Lənkəran tiyatrında lap gənc yaşlarımda aktyor kimi işlədiyimə görə nəsə mən bura öz evimə gəlirmiş kimi gəlirəm. Ona görə mən bu teatrın bütün kollektivini salamlayıram, bütün aktyorları bağrıma basıram, əziz dostlarımı. Və o cümlədən də Aynur, mənə deyəndə ki, sənin 50 yaşın olur, inanmıram, tam səmimiyyətimlə deyirəm. Bizim əşə uşaqdır, onun 50 yaşı olacaq. Mən səni təbrik edirəm və onu deyim ki, Tiyatro Xadimlər İttifaqının idarə heyəti axırıncı yığıncağında belə bir qərar verdi ki, Aynur Hanım bizim Tiyatro Xadimlər İttifaqının təsis etdiyi tiyatr fədaisi medalı ilə təltif olunur. Azərbaycan tiyatr sənətində göstərdiyi xidmətlərə görə Tiyatro Xadimlər İttifaqının təsis etdiyi sənətkar medalı ilə Əhmədova Aynur Əhməd qızı təltif olunur. Tiyatro Xadimlər İttifaqının sədri, Respublikanın xalq artisti, dövlət mükafatçısı Hacı İsmail. Biz hamımız onu təbrik edirik. Bir şey də demək istəyirəm, bir sənət adamı olaraq. Əvvəla Lənkəran tiyatrının rəhbərliyinə. İkincisi, rayon icra hakimiyyətinə. Lənkəran Yeni Azərbaycan Partiyasının Lənkəran şöbəsinin rəhbərliyinə. Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə. Və əziz tamaşaçılar, hörmətli Lənkəran teatrını öz qəlblərində, ürəklərində yaşadıb, zaman-zaman bura gələn bu aktyorları almışlayan tamaşaçılar, sizə bugünkü günə görə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Çok sağ olun Aziz müəllim. Doğrudan da çok güzel vurguladınız Aynur Hanım. Maşallah günü gündən gözəlləşirsiniz. Və bu da ondan irəli gəlir ki, Aynur Hanım ətrafında gözəl insanlar çoxdur. İndi isə söz verilir Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, prezident mükafatçısı, Azərbaycan Respublikasının əməkdar artisti, sevilən sənətkarımız, əzizimiz Məsmə Aslan qızını səhnəyə dəvət edirik. Hoş gördük hamınızı, mənim əzizlərim, doğmalarım. Bunu ürəkdən deyirəm. Hər dəfə məndən soruşurlar ki, sən niyə görə Lənkəranı bu qədər çox sevirsən, ora bağlısan. Yenə biz eşitməmişsiniz, belə bir söz var. Deyirlər ki, hər hansı bir ölkəni, şəhəri insana sevdirən oranın insanlarıdır. Mənə də Lənkəranı məhz Lənkəranlılar sevdirir. Ona görə də bugün ürəkdən bugün Lənkəran Dövlət Tiyatrına çox gözəl bir günə qeyd eləmək
yubiley gününü qeyd eləmək üçün yığışmışıq. Mən əvvəlcə teatrın rəhbərliyinə, Laləzər xanıma özləri təşəkkürümü bildirmək istəyirəm. Bir aktyora, sənət adamına bu cür dəyər, qiymət verilməsi dünyaya dəyər və inanın ki, aktyor özünə olan inamını birə ona artırır. O ki, qaldı Aynur haqqında 30 illik dostluğumuzu mən 5 dəqiqə sığışdıra bilmərəm. Əvvəlcə onu deyim ki, Aynur sənət fəaliyyətini, səhnə fəaliyyətini daha doğrusu, Akademik Milli Dram Teatrından başlayıb, Elçin Əfəndiyevin Ah Paris tamaşasında iştirak edib, rejissoru rəhmətli Azərpaşa Neymətov idi. Ondan sonra isə Lənkəran Dövlət Teatrına gəldi. Aynur haqqında nə deyim? Bir şey demək istəyirəm ki, biz Azramada hərdən sənət yoldaşlarımla Aynur haqqında danışanda birinci onun şux qamətindən danışırıq, Zurla Xatun kimi şux qamətindən, gözəl səs diapazonundan, səhnə danışığından, istedadından danışırıq və Aynur əsl dostum, Aynur illərin sınanmış dostudur, otdan, alovdan keçən bir dostu, pis gündə insanı tək qoymayan bir dostu. Daha sonra nə demək istəyirdim? Bir də ki, Aynur, onu da qeyd edəcəm. Aynur çox tərbiyəli və ləyaqətli bir xanımdır. Bilmirəm, Aynurun anası bugün buradadır, yoxsa yox, o anaya sözlərimi çatdırarsan, bilmirəm, ana burada iştirak edir, yoxsa yox, demək istəyirəm ki, əziz ana, Aynur qızınızdan fəxr edə bilərsiniz. Çünki o məhz sizin arzuladığınız, sizin görmək istədiyiniz bir övladdır, bir xanımdır, kübar xanımdır. Aynur əzizim, mən səni təbrik edirəm. Mən sənə xoşbəxtlik arzulayıram. Xoşbəxtliyin içərisində hər şey var. Can sağlığı da var, uzun ömür də var, uğurlar da var, sevgi də var. Fərqi yoxdur, qadının neçə yaşı olursa olsun, onun həmişə sevgiyə, nəvazişə, diqqətə ehtiyacı var. Mən sənə xoşbəxtlik arzulayıram Aynur və bugün İlham müəllimin də sənə təbrikləri var. Akademik Milli Dram Teatrının rəhbərliyi deyəndə, yəni mən bizim əzizimiz Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərovun da təbriklərini sənə çatdırıram. Bax, sözlərini necə deyibsə o cür deyirəm. Bir ki, Məsmə xanım, çox xahiş edirəm. Mənim adımdan Aynur xanımı təbrik edin. Deyin ki, biz onu çox istəyirik. Biz onunla demək olar ki, eyni vaxtda səhnəyə gəlmişik və demək olar ki, bir yerdə böyümüşük. O çox ləyaqətli, gözəl bir xanımdır, istedadlı aktrisadır. Ən xoş arzularımı ona çatdırın. Və mükafatı sənə çatdıran İlham müəllimin adından özüm oxuyum. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yubiley mükafatı Lənkəran Dövlət Dram Teatrının aktrisası Aynur Əhməd qızı Əhmədova Milli Teatr sənətinin inkişafında xidmətlərinə görə və 50 illik yubileyi münasibəti ilə təltif olunur. İlham Əsgərov, Azərbaycan Respublikasının əməkdar mədəniyyət hamımızın sevimlisi, gözəl sənətkarımız İlqar Əliyevi alqışlarımızdan səhnəyə dəvət edilir.
Bizim tiyatrımızın aksakalı, hamımızın sevgisi Qabil Məlim Quliyevi dəvət edirik. Aynur Hanım, senet adamları, bütün yaratıcı insanlar, yani senetine bağlı, senetini seven, hayatını, ömrünü senete feda eden insanlar, Tanrı tarafından seçilmiş insanlardır. Bende onlara ne kadar büyük atsa da, ona zerre vurmaya çalışsa da, ona tele kursa da hiçbir faydası yok. Siz ömrünüzün yarıdan çoğunu senete serpediniz. Siz bütün hayatınızı, bütün ömrünüzü bu senete vermişsiniz. Bu senet sizin için her şeydir. Ve sizi de bu senet yaşatır. Siz söz növbənizdə Azərbaycan Milli Tiyatrına öz söhbələrinizi verirsiniz. Aynur Hanım, sizi bu kollektive sevdiren, sizin özünüze karşı olan büyük talepkarlığınız, prinsipiyallığınız, senete ciddi münasibətinizdir. Bu hem özünüze karşıdır, hem de tərəf müqabillərinizə qarşıdır. Bak, sizi sənətdə sevdirən də budur. Sizi sevməyənlər də var. Bunu danmaq lazım değil. Ama heç vaxt tələbkar insanlar heç de hamı tərəfindən sevilə bilməzlər. Bunun sübutu yok, ispata sübutu zaten yoktur. Sadece olarak o insan eğer senetini sevirse, o senetinin şamında pervane gibi yanırsa, o insan, o senetkar ebedi yaşayacak. Ben senette Aynur Hanım size ebedi yaşarlığı arzulayıram. Bugün sizin yarım əsirlik bayramınızdır. Bayramınız mübarek. Çok sağ olun Qabil müəllim. Sevmeyenler azdır, sevenler çoktur. Doğrudan da bu günleri Aynur Hanım'ı sevenler burada otururlar. Ben bura təbrik üçün Azərbaycan Milli Genç Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Respublikanın əməkdar artisti Nicat
Kazımovu dəvət eləmək istəyirəm. Alqışlarınızla. Mən bütün salonda əyləşən bütün tamaşaçıları salamlayıram. Xoş gördük. Aynı tam əyləşəcə zəhmət olmasın. Xahiş. Çox sağ olun. Bayaqdan əslində bu sona doğru çıxış eləmək çox çətindir. Çünki ürəyindən gələn bunu deyərəm, artıq bunu deyilir. Amma Aynur xanım haqqında mən saatlarla danışa bilərəm. Bayaq Məsmə xanımın qeyd elədiyi kimi. Biz tələbə yoldaşıyıq. Amma dostluğumuz, mən Aynur'u bir onu deyim ki, doğma bacım kimi istəyirəm. Yəni onun xətri mənim üçün o qədər əzizdir ki. 10 il bundan əvvəl, artıq 10 il 3 ay, 4 ay eləyir. 10 il 4 ay bundan əvvəl Lənkəranda çox böyük bir tədbir keçirdi. Bəlkə də tamaşaçılardan hansısa yanındadır. Böyük Vətən müharibəsinin 70 illik il dönümü və Həzi Aslanova həsr olunmuşdu orada böyük bir bölüm. Orada düşündük ki, Həzi Aslanovun həyat yoldaşını oynamaq üçün Bakıdan aktrisa gətirməyə görə Lənkəran teatrından kimisə dəvət ediyərik və mən gəldim Lənkəran teatrına Aynur xanımla işləyəsi oldum. Mənimlə onun birinci iş birliyimiz məhz 10 il bundan əvvəl oldu. Mən Aynur xanımın tərbiyəsinə, onun işə münasibətinə, onun insanlığına, onun istedadına, nə bilim, yəni bunlara vurulmamaq mümkün deyil və ona görə mən bugün bura tək yox, həyat yoldaşına gəlmişəm. Çünki Aynur'un yubiley gecəsi sizə, Aynur'un 15 yaşı tamam olursa, 25 yaşı tamam olursa, eğer başqa bir ola bilməzdir. Mən onun bayaq Məsmə xanım dediyi kimi anasının qarşısına başlayacağım. Və Aynur xanım həqiqətən, yəni gözəl insan olmaq olar, amma gözəl insan peşə deyil. Yaxşı sənətkar olmaq olar. Onda da insanlıq olur da. Onlar ikisi bir yerdə olanda, onda möhtəşəm səhnədə belə bir enerji yaranır ki, o enerjinin qarşısında heç kəs dura bilmir. Məhz Aynur xanımda bu iki keyfiyyətin ikisidir. Yəni həm insanlığı, həm şəxsiyyəti və həm də sənəti. Onlar vəhdət təşkil edirlər və bu vəhdətə vurulmamaq, heyran olmamaq mümkün deyil. Mən nə arzu edirəm? Arzularım sənə sonsuzdur, əziz bacım. Mən sənə arzu edirəm xoşbəxt olasan. Bayaq Məsmə mənim sözlərimin hamısını əvvəlcədən dediyi. Məsmə bayaq dediyi kimi, Məsmə xanım dediyi kimi, xoşbəxtliyin içində hər şey var. Mən sənə arzu edirəm ki, o gözəl gözlərin hər zaman gülsün. Hər zaman. Ağrı, acı, nədir bilməyəsin. Sənətdə uğurların bol olsun. Bir şey qeyd edeyim ki, bəlkə də Aynur öz yadında deyil, o işimizdən sonra mən Aynur xanımı bir neçə dəfə dəvət eləmək istədim. Yəni, sözün əsl mənasında istənilən paytaxt teatrında Aynur xanım üçün yer var. Yəni, belə bir aktrisaya ehtiyac var. Amma o, Lənkəran teatrına o qədər bağlıdır ki, öz ailəsinə o qədər bağlıdır ki, o məşqləri pozmaq istəmədi və ona görə həmin o təklifləri dəyərləndirmədi. Çox heyif. Ümid edirəm ki, Aynur, nə vaxtsa bizim sənət yolumuz yenə keçəcək və nə vaxtsa biz yenə də səndən gözəl bir performans ortalığa qoya biləcəyik inşallah. Xoşbəxt olasan, sağlam olasan, 100 yaşayasan. Necə ki səndən fəxr edirəm, hər zaman səndən fəxr edirəm. Və eləcə də tamaşaçılar. Çox sağ olun, Larizə xanım, təşəkkür edirəm. Mən Nailə xanımla təbrik çatdırıram. Nailə xanım sizə çoxlu salam göndərdi. Elə indicədən gəlmişdi. Əziz tamaşaçılar, var olun ki, bax, sənət adamlarını bu cür, Aynur xanım kimi sənət adamını bu cür qiymətləndirirsiniz. Çünki hər bir sənət adamının bir tumara, bir sevgiyə, bir məhəbbətə, bir qayğıya hər zaman ehtiyacı olur. Gəlin sənət adamlarını bu qayğıdan, bu sevgidən, bu məhəbbətdən məhrum eləməyək. Var olun. Çıxdıq musiqi növbəsinə. Üzün niyə gülür? Onun səbəbi var. Çünki doğrudan da səhnəyə yaraşan teatrımızın gözəl aktrisası bu günləri öz gözəl səsi ilə o da gözəl bir mahnı oxuyacaq. Belə deyək də, üzü gülər, özü gülər, Gülər Kərimlini dəvət edir. Alqışlarla
hoş geldiniz. Həmişə teatrımızın bəzəyi bilirsiz tamaşaçılar olun. Aynur, sənin arzuların sonsuzdur. Çox söz deməyəcəm. Neçə sağlam, xoşbəxt dillərə. Səhnə səni sevir, həmişə səhnədə ol və həmişə belə göz qamaşdır. Var olun. Sənətkar sözləri bizim üçün çox doğmadır. Çünki bugün buradakı hər kəsin qəlbi səhnə sevgisi ilə, teatr məhəbbəti ilə bürünür. Ancaq bu möhtəşəm gecənin ən böyük səbəbkarı var. Biz bugün onun işığına toplaşmışıq. Səhnəmizin ilham pərisi, tamaşaçıların sevimlisi, teatrımızın sevilən siması. O ömrünün sənətə əsr etmiş, sənəti ilə yüzlərlə tamaşaçının qəlbinə yol tapmış bir sənətkardır. Və indi ən böyük həyəcanla inanılır. Çünki biz onu öz dilindən eşitmək, öz səsindən onun ömür yoluna nəzər salmaq fürsətinə sahib olacağıq. Bu bizim üçün də təkcə bayram deyil, həm də qürurdur, sevincdir. Qarşılayın bu gecənin qəhrəmanı, sənətin fədaisi, sevimli aktrisamız Aynur xanım Əhmədova. Bu rəqəm səhnədə bir tamaşanın 5-ci pərdəsi kimidir. Finala yaxın, amma hələ son deyil. Tamaşa bitmir. Sadəcə olaraq başqa bir pərdəyə keçir. Mən bu illəri səhnənin işığında yaşadım. O işıq heç vaxt məni tək qoymadı. Bəzən isti günəş kimi yandırdı. Bəzən ay işığı kimi yolumu işıqlandırdı. Hər pərdə mənim ömrümün bir parçası oldu. Gəncliyimdə saf, utancaq, ürəyi təmiz, sevən bir qız oldum. Daha sonra müdrik çağında taxtı tacı olan, amma əslində insan talelərinin yükünü çiyinlərində daşıyan kraliça. Mənim gülüşümdə, göz yaşımda, həmişə tamaşaçıların gözü önündəydi. Onlar məni tanıdılar, amma heç vaxt yaxından, tam tanıya bilmədilər. Çünki hər dəfə başqa bir qadın, başqa bir ruh, başqa bir həyat oldu. Mən nə qədər müxtəlif insan oldumsa, bir o qədər də özümə yaxınlaşdım. Bəzən pərdənin arxasında dayanıb düşündüm. Bəs mən özüm kiməm? Obrazların içində özümü itirmədimmi? Mən o qədər insan yaratmışam ki, artıq özüm də tamaşaya çevrilmişəm. Elə bir səhnənin döşəməsi, tabanı, pərdənin ipi, səhnənin hər bir bucağı, kulistəki qaranlıq mənim canıma, qanıma hopur. Mənim varlığım artıq teatrın bir parçasıdır.
baxış mənim nəfəsim oldu. Hər tamaşaçı baxışı mənim güzgüm oldu. Mən onlarda özümü gördüm. Sevinəndə də, ağlayanda da, həyəcanlananda da. Onlar məni yaşatdılar. Ən böyük mükafatım isə oynadığım roller deyil. Ən böyük mükafatım o rollarda yaşadığım həqiqətlərdir. Çünki səhnə yalanı sevmir. Yalan burada ölür. Həqiqət isə tamaşaçının qəlbinə yol açır. Bəli, bu səhnə məni sınadı. Göz yaşlarımla sınadı. Gülüşümə möhtac etdi. Sevgisiyle böyüttü. Mənim ilk adımlarımı gördü, titrəyən səsimi eşitdi, uğurlarımı, uğursuzluqlarımı bağışladı. Və mən onu heç vaxt tərk etmədim. Çünki səhnə mənim evimdir. Səhnə mənim nəfəsimdir. Səhnə mənim varlığımdır. 50 il. Bu sadəcə bir rəqəm deyil. Bu çetin, kişnədirişli, acılı şirinli bir ömür yoludur. Gürurlu və şərəfli bir ömür yoludur. 50 il, 50 yaş. Bu yeni pərdənin başlanğıcıdır. Mənim hələ danışacağım çox sözüm var. Hələ oynayacağım çox rolüm var. Hələ danışacağım deyəcək çox həqiqətlərim var. Çünki mənim üçün səndən işığı sönməz. O işıq mənim ömrümün mənasıdır. Mən o işığı qorumaq üçün yaşayıram və o işıq var olduqca mən də varım.
Böyle tədbirimiz davam edir. İndi isə söz verilir Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri, dəyərli ziyalı yazıcı Qafar müəllim Cəfərliyə. Hürmetli tedbir iştirakçıları, sizin her birinizi o güzel tedbirde görmek ve selamlamak benim için hoştur. Bugün Azerbaycan tiyatrosunun çok güzel, çok istedadlı bir nümayəndəsi Aynur Xanım Əhmədovanın yubiley tədbirinə yazmış. Burada tiyatr biliciləri var, tiyatr ittifaqından sənətinə çox böyük hörmət bəslədiyim Azad müəllim iştirak edir. Onların yanında bəlkə də düz olmaz, amma mən istərdim ki, bugünkü məclisin məhz qadın sənətkarın yubileyi olduğu üçün bir-iki öz fikrimi sizə çatdırım. Bilirsiniz ki, Azərbaycan tiyatrında qadın obrazını yaratmaq ilk əvvəllər çox çətin olur. Kitab sahibləri yazırlar ki, Lənkəranda ilk tamaşa 1850-ci ildə Qırbayevin Ağıldan Bəla komediyası oldu. 1934-cü ilə qədər Lənkəranda həm Bakıdan gələn aktyorlarımız, həm də yerli müəllimlər, ziyalılar, həvəskarlar teatr tamaşaları göstərirlər. 34-cü ildə Lənkəranda işçi və kolxozçu teatr yaratılır. 39-da həmin teatr oldu. Lənkəran Dövlət Dram Teatrı ta 49-cu ilə qədər. Məhz o dövrdə Lənkəranda qadın sənətkarlar, qadın aktrisalar artıq rol oynamaya başladılar. Və teatrın ikinci nəfəsi 1973-cü ildə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı olaraq teatr fəaliyyətə başladı. Artıq o dövrdə indi tanıdığımız çox istedadlı, çox görkəmli sənətkarlarımız, xalq artistlərimiz, Böyükxanım Bağırova, Afaq Bəşir qızı, Nəcibə Hüseynova, bugün bu məclisdə iştirak edən bizim Şahrut
ondan sonra gelen nesil tabii ki bu ənənəni devam ettirdi ve nihayet bugün tədbirinə yığışdığımız Aynur xanım Əhmədovanın sənət ehrası başlandı. Aynur xanımın sənəti haqqında danışmam mənlə bilirəm ki, yersizdir çünki çox değildi. Ama bir kəlməyle deyim ki, Aynur xanım həqiqətən çox istedadlı aktrisadır. Lənkəran Dövlət Dram Teatrı son illərdə bu cür gözəl təşəbbüslərlə çıxış edir. Əvvəllər də olub, amma son illərdə bu cür gözəl təşəbbüslərlə çıxış edir. Aktyorlarımızın, aktrisalarımızın yürürlüyü tədbirlərini keçirir. Əlbəttə ki, buna görə mən təşəkkürümü bildirirəm. Bugün həmin bu tədbirlərdə növbətidir. Aynur xanımın burada deyilməyən bəzi xüsusiyyətlərini mən sizə öz bildiyim qədər çatdırmaq istəyirəm. Aynur xanımın sənəti haqqında mənlə bildirəm ki, bayağı dedim, deməyə ehtiyac yoxdur, istedadlı xanımdır. Aynur xanım həyatda çox mərd, mübariz, haqq üçün bu insan bugün Lənkəranda fəxri ada çoxdan layiq olan sənətkarlarımız var. Çoxdan layiq olan. Xalq artistləri, əməkdar artistləri elə paylanılır ki, amma Lənkəran teatrı uzun illərdir ki, müəssisətdir. Bugün Aynur xanıma mən təbii ki, vardıcılığına verirəm, əməkdar, sonra xalq. Bugün mən Aynur xanıma xalq artistini arzulamalıydım ki, ona xalq artisti verilsin, amma çox təəssüf ki, heç əməkdar artist haqqında yoxdur. Bugün ədəbiyyat sahəmizdə, ürün jurnalistikamızda bizim Respublikada sayılıb seçiləcək və bu yeganə arzum can sağlığıdır. Qalan bütün hər şey qaydasına düşəcək. Sənətdə uğurlarınız göz qabağındadır. Bunu heç kim dana bilməz. Mən inanıram ki, bundan sonra sizin çox böyük uğurlarınız olacaq. Çünki sizin indi bu dəqiqə sənətdə muhteşem bir dövrünüzdür. Siz artıq Lənkəran teatrında bir məktəb yaradınız. Həyatınızı qurban vermişsiniz bu illərə, bu sənətə. Arzu edirəm ki, Allah sizə verən bu ömrünü şən yaşasınız, gözəl yaşasınız. Hər şeyləriniz olsun. Aynur xanım. Mən Yaskal Birliğin region sədri olaraq bütün yazıcı şairlər adından haqq edirəm deməyə ki, Aynur xanıma təbrik edirəm. Aynur xanıma can sağlığı arzu edirəm və yaradıcılıq uğurları arzu edirəm. Mən elə bilirəm ki, bütün burada hər hansı bir yazıcı şair də bura çıxsaydı, eyni sözləri deyərdi. Aynur xanım, sizə həyatda nə istəyiniz varsa onu qismət eləsin. Allah verən ömrü gözəl yaşasın. Sizə mənə bir xeyir dua ki, böyük kimi sizə bir xeyir dua və istəyiniz arzu. Burada məclisdə Gülçiçəklər çox təqdim olundu, amma mən sizin icazənizlə biraz fərqli bir iş vermək istəyirdim. Gülçiçəyi də o riskə Aynur xanım özü alacaq. Sağ olun. Çok sağ olun da. Teşekkür ederim. Bəli, Aynur xanım yalnız bir sənət insanı kimi səhnədə deyil, həm də ictimai həyatımızda öz mövqeyi ilə seçilən dəyərli bir simadır. O, Yeni Azərbaycan Partiyasının fəal üzvü olaraq rayonun ictimai siyasi həyatında mühüm rol oynayan şəxslərdən biridir. Lənkəranda və bütövlükdə Respublikamızda keçirilən bir çox rəsmi və bədii tədbirlərin həm iştirakçısı, həm də təşkilatçısı kimi tanınır. Dövlətçilik ənənələrinə sadiq olan, vətənpərvər və milli ruhda yetişən Aynur xanım bu gənc nəslin də eyni ruhda formalaşmasına, dövlətimizə və dövlətçiliyimizə sadiq insanların yetişməsinə yönəlmiş ictimai fəaliyyəti ilə də seçilir. Onun zəngin sənət yolu ilə yanaşı, vətəndaşlıq mövqeyi, milli mənəvi dəyərlərə sədaqəti hər bir sənət adamı və gənc nəsil üçün bir nümunədir. Və ən nəhayət bu gecənin ən
Yubilyarımız Aynur Əhmədovanı dinləyək. Alqışlarınızla. Həmişə olduğu kimi, əziz tamaşaçılar, əziz dostlar deməyəcəm. Mənim əzizlərim deyəcəm hər birinizə. Bugün bura gələn hər bir insan mənim əzizimdir. Bugün dilimdə yalnız şükranlıq və böyük hərflərlə təşəkkürlər var. Çox sağ olun. Verdiyiniz dəyər üçün. Çox təşəkkür edirəm. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatına, Lənkəran Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Teatr Xadimləri İttifaqına, Lənkəran Astara Regional Mədəniyyət İdarəsinə, Ana Teatrımız, Akademik Milli Dram Teatrına ilk adımlarımı attığım mənim doğma Ana Teatrıma, çoxlu dostlarımın çalıştığı, Milli Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə, hörmətli rejissor Nicat müəllimə, orada çalışan dostlarıma çox böyük təşəkkür edirəm. Bugün bura gələn hər bir tamaşaçıya sonsuz təşəkkürlərimi bildirirəm. Və bugün burada bir təşəkkürüm də olacaq. Bugünkü sağlamlığıma görə Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı, tibb üzrə fəlsəfə doktoru Cəmil İskəndərova minnətdarlığım var. Bugün qarşınızda durduğum üçün, sağlamlığıma qovuşduğum üçün, sinirlər üzərində zərgər dəqiqliyiyle möcüzəli bir əməliyyat həyatı keçirdiği için və mən bundan sonra sevdiklərime, əzizlərime, özümə də yalnız can sağlığı arzulayıram. Hər birinizi arzulayıram, özümə də arzulayıram ki, səhər açılsın, sağlam evdən çıxaq, işimizə gedək. Və Layəzər xanım, mənim sizə bugün bir etirafım var. Mən sizə bir yalan danışmışam. Bugün etiraf edəcəm və siz məni yəqin ki bağışlayacaqsınız. Çünki siz də teatr fədaisiniz, siz də aktrisasınız. Mən ilin əvvəlində səhhətimlə bağlı sınağa çəkildim. Tez dərd elədim, mən elə də zəhər gücsüz insan deyiləm. Siz bir ay, 2 aya yaxın mən işə çıxmadım. Siz hər gün işdən sonra mənə zəng vurub mənə maraqlanırdınız, yəni bir rəhbər olaraq. Mən ümumiyyətlə bir çox yaxınlarıma, dostlarıma yalan danışmışam. Bakıdakılara deyirdim rayondayam, rayondakılara deyirdim Bakıdayam. Siz də mənə hər dəfə zəng vuranda mən deyirdim ki, Bakıdayam. Amma mən cəmi 3 gün klinikada qalmışdım, Lənkəranda evdə qapalı şəkildə. Mən bilirsinizmi bunun ən böyük səbəbi nədir? Eğer açıp Azerbaycan tiyatro tarihinde en büyük aktrisaların hayatını okursanız, onlar hiç vaxt xəstələnəndə ziyaretçi qəbul eləməyiblər. Mən istəyirəm ki, mən həmişə yaddaşınızda belə qalım. Çox təşəkkür edirəm. Yubileyimin təşkilatçılarına, yubileyimdə əziyyət çəkən doğma teatrımın rəhbərliyinə, texniki yaradıcı heyətinə minnətdaram. Bugün səhnə arxasında əziyyət çəkən həmkarlarıma çox böyük minnətdarlığımı bildirirəm. Bu gecəni araya ərsəyə gətirən, sentyabrın 1-dən işə çıxdığı gündən yubiley gecəm üzərində işləyən teatrımızın gənc, istedadlı rejissoru, Azərbaycan teatrının gələcəkdə ən uğurlu rejissorlarından olan Emil Əsgərova təşəkkür edirəm. Bunun çox sağ olun, çox təşəkkür edirəm. Çox sağ olun. Amma inanın ki, hələ də elə bilirim, bu səhnədə o qədər yubiley gecələrə aparmışam ki, hələ inana bilmirəm ki, bu mənim yubileyimdir, mənim də bir yubileyim keçirildi. Çox təşəkkür edirəm. Mən 50 rəqəmindən qorxmuram.
ondan üstünlərindən də qorxmuram. Peki Allah hər birimizə sağlam, rahat qocalıq qismət eləsin. Qocalıq da Allahın neymətidir. Çox təşəkkür ediyorum sizə mənim əzizlərim. Ola bilər ki, nələr sağ olun. Hörmətli xanımlar və bəylər, bu gecə biz bir daha şahid olduq ki, bir qadın, bir səhnə, bir ömür, yalnız bir yubiley deyil, həm də bir sənət əfsanəsinin, bir qadın ömrünün, bir səhnə tarixinin əbədi xatirəsidir. Aynur xanım, siz bu səhnəni işıqlandırdınız, hər bir tamaşaçının qəlbini istilədiniz və hər birimizə sənətin gücünü göstərin bu möhtəşəm qadını. Bu səhnə qəhrəmanını bir daha ürəkdən alqışlayaq. Ya sevinç tatlı, ya da ki gəmər. Onlara Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, sevilen aktrisamiz Aynur Pəhləvanın bir qadın, bir səhnə, bir ömür yubiley gecəsi sona çatdı. Gələn görüşlərə dək eşq olsun Aynur xanıma. Yeni yaratıcılıq uğurları arz edirik. Həmişə səhnədə olasınız. Əziz, gözəl sənətkarımız, alqışlarımızla